Herkese salamlar. Bugün sizlerle biz gəlir vergisindən danışacağıq. Gəlin başlayaq. İlk öncə gəlir vergisinə keçmədən öncə biz gəlir vergisinin ödəyən şəxslər haqqında qısa məlumat vermək istəyirəm. Gəlir vergisini ödəyən iki kateqoriyalı şəxslər olur. Birincisi rezidentlər, ikincisi qeyri-rezidentlər. Yaxşı, bunlar arasında fərq nədir və bunlar kimlərdir? Azərbaycan ərazisində 6 aydan çox yaşayan şəxslərə deyilir. Yəni, bu şəxslər Azərbaycan ərazisində 6 aydan çox yaşayırsa, mütləq şəkildə Azərbaycan mənbəyindən, həm də xarici mənbəydən istifadə edirsə, o zaman mütləq şəkildə gəlirindən vergi verməlidir. İkinci şəxslərə isə qeyri-rezidentlərdir ki, bunlar fərqi yoxdur. Milliyyətindən, vətəndaşlığından fərq etmədən Azərbaycan ərazisində 6 aydan az yaşayan şəxslərə deyilir. Və həmin şəxslər sadəcə olaraq Azərbaycan mənbəyindən istifadə etdiklərinə görə gəlirlərindən vergi verməlidirlər. İndi isə gəlin görək bu gəlir anlayışı nədir? Bizim əslində 4 cür gəlir anlayışımız var. Biri daxili gəlirdir. Bunlara xüsusi olaraq rezidentlərə şamil olunur ki, həmin şəxslər daxili gəlirdən, yəni Azərbaycan ərazisində fəaliyyət göstərdiyi müddətində gəlirlərindən müəyyən miqdarını gəlir vergisi kimi verməlidirlər. İkincisi olur xarici gəlirlər ki, bunlara həm çox rezidentlər daxildir. Çünki rezident belə bir şey qeyd edim ki, həmin şəxslər ola bilər ki, Azərbaycanda yaşayır, Azərbaycan vətəndaşıdır. Həmin şəxslər amma xarici ölkənin əlaqəsi var və xarici ölkədən müəyyən bir məbləğdə gəliri var. Mütləq şəkildə o faktiki ünvanı, faktiki yaşadığı yer Azərbaycan olduğuna görə o Azərbaycan mənbəyindən istifadə etmək sayılır və ona görə də xarici gəlirdən gəlir vergisi verməlidir. Üçüncü kateqoriyaya aid olan şəxslər muzlu işlə məşğul olan şəxslərdir. Bunlara kimlər daxildir? Daha çox işləyən şəxslərdir, əmək müqaviləsindən işləyən şəxslərdir və həmin işlədiyi işlərin qarşılığını, yəni əmək haqqısını alan şəxslərdir. Buna həm rezidentlər şamil olunur, həm də qeyri-rezidentlər şamil oluna bilər. Dördüncü kateqoriyaya aid olan şəxslər isə muzlu işə aid olmayan gəlirlərdir ki, bunlara artıq sahibkarlıq fəaliyyəti sayılır, yəni bunlar özləri fiziki sahibkar hesab olunurlar. Sonra gəlir bizim muzlu işdən gəlirdir ki, biz bildiyimiz kimi bu kateqoriyaya aid olan şəxslərin gəlir vergisini haqqında biz danışmışdıq. Hələ ki düzdür, mən özəl şirkətlər haqqında olan gəlir vergisi haqqında danışmışdım. Amma bir şey qeyd edim ki, burada məsəl üçün əlavə olaraq bonuslarda əlavə ödənişlər üçün də gəlir vergisi tutur. Amma burada belə bir nüans var və belə bir güzəşt var. Xüsusi bizdə kateqoriyalı şəxslər var ki, onlar hər hansı bir kateqoriyaya aiddirlər və həmin şəxslərə dövlət tərəfindən güzəştlər olunur və yaxud da ki, gəlir vergisinə azad olunur. Amma bu güzəştlər və azad olmalar sadəcə olaraq əmək haqqına aiddir. Əgər bir şəxs fiziki sahibkardırsa, yəni onun bir şirkəti varsa, bu kateqoriyaya aid olmasına asılı olmayaraq, onların heç birinə güzəştlər olunmur. Sadəcə olaraq muzlu işsizdirsə və xüsusi kateqoriyaya aiddirsə, o zamanı güzəştlər şamil olunur. Bunlar kimlər daxildir? Bunlara əsasən milli qəhrəmanlar, sağlamlığı məhdud olan şəxslər, yəni bunlara əlillər daxildir və veteranlar daxildir. Bu kateqoriyaya aid olan şəxslər sadəcə olaraq müharibə iştirakçıları olan şəxslərdir və həmin şəxslərdə mütləq şəkildə hər hansı bir yerdə işləyərsə, o həmin şəxslərin əmək haqqısından tutulan gəlir vergisindən 400 manata qədər güzəştlər olunur. Sonra gəlir ikinci kateqoriyaya aid olan şəxslər. Bunlara daxildir fiziki sağlamlığı məhdud olan şəxslərdir ki, bunlara birinci və ikinci qrup əlillər daxildir. Həmin şəxslər 18 yaşına qədər
Əgər hər hansı bir yerdə işləyirsə, onun həmin o gəlirindən, yəni əmək haqqısından tutulan gəlir vergisindən 200 manata qədər güzəşt olunur. Sonra gəlir digər kateqoriyaya aid olan şəxsdir ki, məsəl üçün ola bilər ki, həm bir ailədir və yaxud da bir şəxsdir, onun 3 və daha çox himayəsi varsa, himayəsində olan şəxslər varsa, ona əmək haqqısından 50 manata qədər, yəni gəlir vergisindən güzəşt olunur. Bunların hər biri mütləq şəkildə əsas iş yeri olmalıdır, rəsmi iş yeri olmalıdır. Yəni siz əgər qeyri-rəsmi yerdə işləyirsinizsə, qeyri-rəsmi fəaliyyət göstərirsinizsə, o zaman bu güzəştlər sizə şamil olunmur. Və təkcə bunlara şamil deyil, həmçinin də demək olar ki, bir çox kateqoriyaya aid olan şəxslər var. Həmin şəxslər haqqında məlumat əldə etmək istəyirsinizsə, mütləq şəkildə vergi orqanının saytına daxil olmalısınız. Həmin o məlumatları da çalışacağam ki, təsvir hissəsinə də qeyd edim. Bir nümunəyə baxaq və daha bunu aydın başa düşək. Təsəvvür edək ki, bir şəxs müharibə veteranıdır və hər hansı bir yerdə rəsmi iş yerində işləyir və onun əmək haqqısı 1500 AZN-dir. Bu əlbəttə ki, hesablanmış əmək haqqıdır. Mən bu detallara daxil olmayacağam ki, biz necə tapırıq bunu və s. kimi. Sadəcə olaraq burada fokuslanacağımız, yəni diqqət edəcəyimiz güzəştlər və gəlir vergisinin hesablanmasıdır. Və qeyd etdik ki, bizim müəyyən bir, indi 1500 AZN-ə qədər artıq bunun hesablanmış əmək haqqısı var. Bunun xüsusi kateqoriyaya aiddir, yəni müharibə veteranıdır. Deməli, bunun 400 AZN güzəşti var. Və bunun vergi dərəcəsi bildiyimiz kimi 14%-dir, gəlir vergisi. Yaxşı, onu necə hesablayacağıq? İlk öncə birinci addımımız burada misal üçün 1500 AZN-ə 400 AZN çıxmamız olacaq. Yerdə qalacaq bizim 1100 AZN. Deməli, bizim təmiz əmək haqqımız 1100 AZN-dir ki, biz həmin o 1100 AZN-ə artıq vergi tutulacağıq. Bunu necə edəcəyik? Bunu 1100 AZN-imizi 14%-ə vuracağıq. Ya bunu 14% kimi yaza bilərsiniz, ya da sıfırdan %14 kimi də yaza bilərsiniz. Bunu indi tapanda, deməli, biz 154 AZN vergi verməli olacağıq. Əgər bizim veteran statusumuz varsa. Buradan da biz deyə bilərik ki, deməli, həmin şəxs bu gəlir vergisi onun 154 AZN olacaq. Əgər o 1500 AZN alıb və müharibə veteranıdırsa. Sonra digər tutulmalar da olur ki, sonra da ona artıq net əmək haqqı köçürülmə edir. İndi digər tutulma olmayana qədər artıq deyə bilərik ki, onun xalis əmək haqqısı, yəni artıq vergi tutulandan sonra onun 1346 AZN qalacaq. Sonra gəlir digər əmək müqaviləsi olmadan işçi işlətməyə. Belə deyə bilərik ki, əslində bu nüansları biz bilirik, amma belə bir qanun var ki, cərimələr var ki, hər işçi üçün 1000 manat cəriməsi var və gizlətməyə görə də müəyyən cərimələr var və bu vergi müfəttişləri tərəfindən nəzarət olunmalıdır və qeyri-rəsmi işlədilməməlidir. İndi isə gəlin keçək əsas hissələrə. Bildiyimiz kimi digər bir kateqoriyalar da var ki, biz dedik ki, bunlara da xüsusi güzəştlər olunur ki, məsələn, diplomatik xidmət əməkdaşlarıdır, kənd təsərrüfat gəlirləridir, kompensasiya ödənişləridir, sənaye parklarıdır, alimentlərdir, əlil uşaqları olan valideynlərdir. Bunlar gəlir vergisindən azaddır. Bu, həm əmək haqqısına aiddir, həm də ümumi olaraq gəlir vergisinə aiddir. Nə kimi? Çünki, məsəl üçün, kənd təsərrüfatında hər hansı bir istehsalı ilə məşğul olursunuzsa, o zaman siz gəlir vergisinə azadsınız. Bu, daha çox xüsusi kateqoriyaya aiddir ki, dövlət deyir ki, mən sizə güzəşt edirəm ki, siz elə bir dövlətin hər hansı bir kənd təsərrüfatı olsun, hər hansı bir xidmət olsun, hər hansı bir şəxslər olsun ki,
onlara elə bir kömək məqsədi ilə göstərir ki, onlar artıq həm biznesini inkişaf etdirsinlər, həm də bu sahəni inkişaf etdirsinlər. Məsəl üçün, alimentlərdəki bunlar artıq deyə ondan gəlir vergisi tutulmur. Sonra digər gəlir, digər muzlu işə aid olmayan gəlir vergisi. Biz dedik ki, bunlara aiddir sahibkarlıq gəlirləri, qeyri sahibkarlıq gəlirlər və aktivlərin tətbiq edilməsinə aid olan gəlirlər. İndi gəlin baxaq sahibkarlığa aid olan gəlirlər. Biz dedik ki, sahibkarlar iki kateqoriyaya bölünür. Birinci fiziki şəxslər, digəri hüquqi şəxslər. Fiziki şəxs isə bunlar, yəni onların hər hansı bir rəsmi şirkətləri yoxdur. Sadəcə olaraq həmin şəxslər fəaliyyət göstərirlər və həmin şəxslər fiziki sahibkar kimi gedir. Və həmin şəxslərin, məsəl üçün, bu fərdi sahibkar kimi öhdəliyi olur. Bunlara nə daxildir? Bu, məsəl üçün, fəaliyyət göstərir, şirkətindən əlavə olaraq. Ola bilər ki, bu həmin şirkəti də var, amma bu fərdi sahibkar kimi də fəaliyyət göstərir. Həmin şəxsin mütləq şəkildə rüblük məlumat verməlidir, yəni vergi ödəyicisi var və illik hesabat, yəni bəyannamə də verməlidir. Həmin şəxsin, məsəl üçün, onun fərqi yoxdur, şirkəti olsun, olmasın, fəaliyyət göstərirsə, onun mütləq şəkildə fəaliyyəti ərzində əgər gəliri varsa, ondan mütləq şəkildə vergi tutulmalıdır. Necə vergi tutulur, hansı faizlə və şərtlərlə onu biraz sonra öyrənəcəyik. Sadəcə indi gəlin bir dənə də qeyri-sahibkar gəlirlərdən tanış olaq. Bunlara daxildir dividendlərdir, faizlərdir, icarədir və s. kimilər. Bu sahibkarlıqdan fərqi nədir? Sahibkarlıq odur ki, birbaşa həmin şəxs icraçı kimi olur. Yəni bir işin başında olur, həmin şəxs işləyir, fəaliyyət göstərir, onun gəliri olur və onun gəlirindən yanaşı xərcləri də olur və həmin şəxslər artıq onun gəlirindən xərcin çıxıb o deməli vergi verir. Amma qeyri-sahibkarı belədir ki, bunlar pasiv gəlirlər hesab olunur. Yəni bunlar birbaşa iştirak etmirlər. Məsəl üçün dividendlər olsun, onun hər hansı bir ola bilər ki, şirkəti olsun və digər bir şirkətə elə bir pay ortağı olsun. Həmin o paydan, səhmlərdən özünə faiz gəlir. Amma, yəni pul gəlir. Amma belə bir şey var ki, dövlət deyir ki, əgər sənin hər hansı bir yerdən istər aktiv gəlirin, istərsə də pasiv gəlirin olsa da belə, mütləq şəkildə sən Azərbaycan ərazisində yaşayırsansa, mütləq ondan vergi verməlisən. Məsəl üçün, dividendi olur, səhmləri olur, tutaq ki, bu səhmlərdən artıq ona gələnə qədər artıq ondan vergi tutulur. İndi neçə faiz tutulur? İndi onun növbəti slaytlarda danışacağıq. Sonra gəlir faizlər ola bilər ki, buna əmanət hesabları ola bilər, istiqrazlar ola bilər, kreditlər ola bilər və s. kimi. Sonra gəlir icarə ola bilər ki, buna daha çox əmlakını və aktivlərin icarə verilməsi kimi tanınır. Ola bilər ki, hər hansı bir obyektini və yaxud da evi icarəyə verir və ondan gəliri gəlir və mütləq şəkildə ondan da artıq vergi verməlidir. İndi gəlin onların artıq biz faizləri ilə tanış olaq. Sahibkarlıq kimi fəaliyyət göstərirsə, bu fiziki şəxsdirsə, o artıq 20% vergi verməlidir. Fərqi yoxdur, onun şirkəti var, yoxsa yoxdur. İkincisi gəlir dividend kimi artıq o ödənişlərdən gəlirsə, o 10%-ə qədər vergi verməlidir. Sonra gəlir faiz gəlirlərindən qeyd etdiyim kimi banklarda saxlanılan hesablarda ola bilər maliyyəniz olsun, ola bilər digər maliyyə hesabları olsun, onlardan 10%-ə qədər vergi tutulur. İndi isə gəlin nümunəyə baxaq və daha bunu yaxşı başa düşək. Təsəvvür elə bir şəxs fərdi sahibkardır. Artıq onun illik gəliri 30 mindir. Fərqi yoxdur, bu hər hansı bir şirkəti var və yaxud da yoxdur. Statusu sadəcə olaraq fərdi sahibkar gedir və onun illik xərci 10 min AZN-dir. Yəni bunu ola bilər yol pulusu olsun, maşın pulusu olsun və yaxud da ki, şirkət xərcləri olsun və s. kimi.
Və bildiyimiz kimi vergi dərəcəsi də qeyd etdi ki, fərdi sahibkarlığı 20%-ə qədər hesablanır. Yaxşı, onu necə tapacağıq? Bəzən elə düşünürlər ki, əgər mənim gəlirim, illik gəlir 30.000 AZN-dirsə, mən 30.000 AZN-in 20%-ni verməliyəm. Əslində bu yanlışdır. Niyə? Çünki siz mütləq şəkildə xərclərinizi də daxil etməlisiniz. Dövlət deyir ki, yaxşı, sən gəlirindən vergi verə bilərsən. Ancaq mən başa düşürəm ki, sənin mütləq şəkildə bu gəliri əldə edənə qədər sənin xərclərin də olur. Amma bu xərcləri də mütləq şəkildə sən sübut etməlisən. Yəni, mən özümdən hər hansı bir xərcləri sadalaya bilmərəm. Mütləq şəkildə həmin xərcləri mən sənədlərlə, sübutlarla göstərməliyəm ki, mən filan vaxtlarda bu xərclər olub və rəsmi xərclərdir bu, verginin tanıdığı xərclərdir və onu mən gəlirimdən çıxa bilərəm. Və vergi orqanı da deyir ki, əgər sənin gəlirin filan məbləğdirsə, həmin o xərcləri hesabla və mən tanıdığım xərcləri hesabla və gəlirindən çıx. Əgər yerdə nə qalarsa, ondan artıq verdiyin faizə görə hesabla ödəniş et. Məsəl üçün, dedik ki, indi bu şəxs 30.000 gəliri varsa, indi 10.000 də bunun xərci var. Yəni, ola bilər bunun nəqliyyat xərci olsun, ola bilər kommunal xərci olsun, ola bilər hər hansı bir xərci olsun. Həmin o xərci, bunlar tanınan xərclərdir. Deməli, biz nə edəcəyik? Həmin o 30.000-dən 10.000-i çıxacağıq, yerdə 20.000 qalacaq. Deməli, vergi, bax, bizdə qalan 20.000-in 20%-ni istəyir. Yəni, artıq mən başa düşdüm ki, sənin 10.000 xərcin çıxıb, yerdə 20.000-in qalıb. Həmin o 20.000-dən 20%-ni hesabla mənə ödəniş et. Və artıq bu, indi fərdi sahibkardır deyə, yəni xüsusi kateqoriyaya aid olan şəxs deyil deyə, ona görə biz onu hesablayacağıq ki, artıq bu, deməli, həmin bu şəxs 4.000 AZN vergi verməlidir. Əlbəttə ki, o illik vergi verəcək və bunu ödəyəcək. Düzdür, rubrikdə vergi ödəniş edir, amma bəyannamə kimi illik hesablanacaq. Deməli, biz deyə bilərik ki, bu şəxsin 30.000 gəliri olsa da, xərci 10.000-dirsə, onun 4.000-i vergi veribsə, demək onun xalis gəliri, yəni özünə qalanı 16.000-dir. Sonra gəlir indi digər şəxsə, gəlin baxaq icarəyə. Yəni, bu birincisi oldu aktiv gəlirə. İndi gəlin baxaq pasiv gəlirə. Yəni, biz hər hansı bir obyektimizi, ola bilər mənzilimizi kirayə veririk və həmin o kirayədən bizə aylıq gəlir gəlir. Bildiyimiz kimi artıq bu gəlirə görə də biz dövlət tərəfindən vergi verməliyik. Həmin gəlir vergisi də dedik ki, 14% hesablanır. Yaxşı, bəs bunu necə tapacağıq? İndi gəlin təsəvvür eləyək ki, bir şəxs bir dənə mənzili var, onu da 800 AZN kirayə verir. Deməli, bunun 12 ayda cəmi 9600 gəliri olacaq. Və dövlət deyir ki, həmin o gəlirin 14%-ni illik mənə gəlir vergisi kimi ver. Artıq burada xərc yoxdur, çünki burada artıq sizdə pasiv gəlir hesab olunduğuna görə sizdə onu tanıya bilməzsiniz. Ona görə də biz bu formada hesablayacağıq, yəni illik gəlirimizi 9600-ü vuracağıq 14%-ə. Deməli, biz dövlətə ildə bir dəfə 1344 AZN pul ödəməliyik. Əgər biz mənzilimizi kirayə qanuni şəkildə veririksə, mütləq şəkildə onun summasını, illik summasını 14%-ni verməliyik. Və buradan da deyə bilərik ki, həmin şəxsin bir il ərzində net elə bir xalis gəliri 8256 AZN-dir. Sonra gəlir bizdə xüsusi qrupa aid olan şəxslərdir. Və bunu qeyd etdiyim kimi çox qarışdırırlar. Ona görə də bir nümunə ilə baxaq. Təsəvvür eləyib bir şəxsdir, müharibədə iştirak edib və xüsusi ad alıb, veterandır.
Amma o fərdi sahibkar kimi də fəaliyyət göstərir. Onun deməli illik gəliri 50.000 AZN-dir. Amma fəaliyyətlə bağlı xərcləri var ki, qeyd etdiyim kimi hansı xərclərdir ki, 20.000 tutur. Deməli biz mütləq şəkildə eyni qayda ilə 50.000-dən çıxmalıyıq 20.000-i, eləməli deməli 30.000. Deyə bilərik ki, bu şəxsin xərcləri də çıxsa, yerdə 30.000 gəliri var. İndi biz həmin o 30.000-dən fərdi sahibkar olduğuna görə vergi verməliyik. Amma bu xüsusi kateqoriyaya aiddir, müharibə veteranıdır. Belə deyilə bilər ki, yaxşı, bəs buna güzəşt varmı? Əlbəttə ki, güzəşt yoxdur. Niyə? Çünki artıq o fərdi sahibkardır. Onun xüsusi dövriyyəsi var. Dövriyyəsi olduğuna görə, deməli, bu dövlətdən asılı olan bir şəxs deyil. Onun üçün də buna dövlət tərəfindən güzəşt olunmur. Dövlət deyir ki, sadəcə olaraq mən xüsusi kateqoriyadır ki, hansı ki bunun ya işləmək qabiliyyəti yoxdur, yəni əmək fəaliyyəti, əmək qabiliyyəti yoxdur, onlara güzəşt edə bilərəm, azad edə bilərəm və yaxud da ki, xüsusi olaraq sağlamlıq imkanları məhduddur, artıq hər hansı bir işləyə bilmir, xüsusi olaraq gəliri gələ bilmir və ona sadəcə müəyyən miqdarda güzəştlər edə bilərəm. Amma indi bu sahibkardır deyə, ancaq bunun statusu veteran olsa da belə ona güzəşt etmir. Deməli, uzun sözün qısası deyə bilərik ki, bütün xüsusi kateqoriyalı olan şəxslərə güzəştlər sadəcə olaraq əmək haqqısında olur. Artıq o fərdi sahibkardırsa, ona heç bir güzəşt olmur və onun faizi də elə 20%-nə hesablanır. Deməli, biz gəlirimizdən xərcimizə çıxsaq, yerdə əgər 30.000-imiz qalırsa, onun 20%-ni tapsaq 6.000, deməli, bu həmin şəxs, fərdi sahibkar dövlətə vergi verməlidir. Onun statusu müharibə veteranıdır. Və deyə bilərik ki, onun deməli, xalis gəliri 24.000-dir ki, niyə? Çünki artıq o 6.000-i vergi verdi, o həmin 30.000-i yerdə cəmsi ona 24.000-i qaldı. Sonra gəlir bizim maliyyə sanksiyalar, cərimələr ki, əgər yaxşı biz dedik ki, rubrik var və ildə bir dəfə hər kəs vergi verməlidir, gəlir vergisi verməlidir. Yaxşı, bəs bunu verməsələr, bəyannamə etməsələr nə olacaq? 40 manata qədər cərimə olacaq. Yaxşı, bəs birdən məlumatın gizlədilməsi, məlumat verilməsi onda nə olacaq? O zaman 100 manata qədər cərimə olacaq. Və bir şey də var ki, ola bilər ki, məsəl üçün bir şəxsdir, bilmir ki, bu rubrik, yəni 3 aydan bir məlumat verməlidir, ola bilər ki, köçürmək istəyir və yaxud da ildə bir dəfə bəyannamə etməlidir. Bunu bilmirsə, artıq vaxtı keçiribsə, o zamanı nə etməlidir? O zamanı artıq onun hər gecikmə gününə görə faiz hesablanır. O da 0,1% hesablanır. Yaxşı, onu necə tapılacaq? Bu zaman vergi borcunu, indi nə qədər borc yaranıbsa, borc yoxdursa, onda heç, varsa əgər, onun 0,1%-ni vurulacaq gecikmə gününə. Məsələn, tutaq ki, əgər 30 gün gecikmə varsa, ola bilər 60 gün varsa, artıq onu hesablayıb vuracaqsınız və artıq o formada ödəniş edəcəksiniz. Bu deməli bizim vergiyə aid olan, gəlir vergisinə aid olan qısa ümumi məlumat idi. Əsas diqqət etməli olduğumuz fiziki sahibkarları idi və güzəştləri idi.